Rayonda mühafizə işi var yoldaşlar. Mən sizə rayonda olan mühafizə işlərindən bəhs etmək istəyirəm. Biri misal üçün Lənkərandadır, Azərbaycan Hava Yollarındadır. Növbə rəisi işidir. Daha doğrusu xidmət rəisi işidir. Rəhbər vəzifədə minimum 5 illik iş təcrübəniz varsa, ofis proqramlarını bilirsinizsə, ali təhsillisinizsə, bu işə müraciət edə bilərsiniz. Hərbi xidmətə keçmiş olmalısınız yoldaşlar. Burada əslində yəni vacib deyil, yəni kişi olasınız. Yəni xanımlar da müraciət edə bilər əslində. Məhkumluğu olmayan, fiziki cəhətdən sağlam olan 5 günlük iş rejiminə malikdir. Bu bir variant idi. Sonra Şabranda mühafizəsi işi var yoldaşlar. Northwest Construction'da minimum 2-3 illik iş təcrübəniz olmalıdır mühafizə sahəsində. Fiziki cəhətdən sağlam və çevik olmalısınız. Sonra Gəncədə var, KFC-də var, misal üçün. Restoranda nəzarətçi işidir. 1 illik iş təcrübəniz olmalıdır. Heç olmasa 560 manatdır. Sonra mühafizəçi işi yenə də Gəncədə var. Bravo Student School-da. Burada 509 manat verə bilir. Bu etibarlı mühafizəçi lisenziyası tələb edir. Müxtəlif növbələrdə işləmə qabiliyyəti tələb edir. Əsas ilk yardım bilikləri tələb edir. Varsa bu bilik və bacarıqlarınız bu işlərə müraciət edə bilərsiniz. Bu işlərə də müraciət etməkdə dəstək istəyir və yaxud digər işlərlə də tanış olmaq istəyir. Ümumiyyətlə iş tapmaca səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi siz bu videonu YouTube-da görürsünüzsə, videonun altında qeyd olunub. Yox, əgər siz bu videonu TikTok kanalında görürsünüzsə, o zaman bu videonun adının altında Toğrul Əcəb sözü var. Həmin o sözə toxunun. Həmin o sözə toxunaraq siz Toğrul Əcəbin kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, siz profildə əlaqə vasitəsini görə bilərsiniz. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.